Bismillah. Değerli dostlar, salam aleykum. İnşallah ki, bu günlər mən sizlə metallardan danışacağam. Daha doğrusu, əsas yarımqrup elementlərindən danışacağam. Değerli dostlar, keçək 2 A yarımqrup elementlərinə, deməli, bu elementlər hansılardır? Berilyum, maqnezium, kalsium, stronsium, barium və radium elementləridir və bu elementlərin içərisində gördüyünüz bu kalsium, stronsium və barium qələvi torpaq metalları adlanır və həmçinin o saydığım metallar da aktiv metallardır. Yəni kalsium, stronsium, barium da aktiv metallar hesab olunur. Bu elementlərin 2 dənə valent elektronları var. Elektron sorğular N-S şəklində qurtarır və birləşmələrdə sabit 2 valentlik göstərirlər. Dahası yuxarıdan aşağı doğru getcək. Yəni berilyumdan ta radiuma doğru getdikcə atom radiusu, sonra reduks edici kimyəvi aktivliyi bunların artır. Digər parametrlərin iyonlaşma enerjisi, elektron mənfi isə azalır. Değerli dostlar, bunların içərisində berilyum amfoter metal hesab olunur. Bunun özü oksidi və hidroksidi də amfoter hesab olunur. Sonra dahası yuxarıdan aşağı doğru getsə bunların oksidlərində əsası xassə və deməli suda həll olma qabiliyyəti artır. Söhbət burada bariuma qədərdir. Radiumu bura daxil eləmirlər. Sonra dahası yuxarıdan aşağı doğru getsə bunların əsaslarında əsas xassa və suda həll olma qabiliyyəti yenə də artırdı. Değerli dostlar, bunların duzları məsələsində duzların həll olması əksinə azalırdı. Yuxarıdan aşağı doğru getsə, bunların sulfatlarının həll olma qabiliyyəti azalır. Reaksiya baxımından burada berilyum deməli amfoter metaldır. Bu su ilə ümumiyyətlə reaksiya daxil olmayacaq. Maqnezium qızdıranda su ilə reaksiya daxil olacaq və oksid və hidrogen əmələ gətirəcək, amma aktiv metallarsa su ilə adi şəraitdə reaksiya daxil olacaq və əsas, yəni qələvi və hidrogen əmələ gətirəcək. Az sonra bunların reaksiyalarına baxacaq, dəyərli dostlar. Keçək növbəti məsələmizə. Deməli, baxırıq, biz bir-birini bu elementləri, bəzilərini daha doğrusu bir-bir sizin üçün incələyək. Birinci baxaq, kalsium. Kalsium elementi dövr sistemində harda yerləşən bir elementdir. Deməli, kalsium elementi olacaq 4s2 şəklində elektron sonluğu 4s2. Yəni bu nə deməkdir? Bu 4-cü dövr 2-ci qrupun A yarım qrupunda yerləşən element deməkdir. Valenti sabit 2 valentidir, oksidaşma dərəcəsi müsbət 2-dir. Burada birləşmələrdə gedir. Sabit, daha sonra sərbəst halda hər zaman bütün elementlər kimi bu da 0-da oksidaşma dərəcəsi. Aktiv metal olduğundan yalnız və yalnız birləşmələr şəklində bu zat-ı müxtərəmə rast gələ biləcəyik. Bunun əsas birləşmələri kalsit mineralı, yəni kalsium karbonat, florid mineralı, kalsium florid. Sonra dahası təbii gips, kalsium sulfat vurulsun, 2 molekul su. Sonra norveç şurası, yəni kalsium nitrat. Sonra fosforit mineralı, kalsium ortofosfat. Baxın, bunlar təbii birləşmələrdir. Necə alacaq, dəyərli dostlar? Aktiv metal olduğundan bunun xloridinin ərintisini elektroliz eləməklə alacaq. Yəni, buradan alınacaq kalsium və xlor 2. Bitdi. Çox sadə. Kalsium özü gümüşü ağ rəngdə yüngül və asan eləyən bir metaldır. Deməli, bu da çox həddən ziyada aktiv olduğuna görə bunu da biz ağ neftdə saxlayacaq. Yəni, belə deyək də, əgər adi şəraitdə qalacaqsa, əgər biz bunu havada saxlayacaqsa, havanın oksijeni ilə dərhal reaksiya daxil olacaq. Deməli, bunun kimyəvi xassələrinə baxaq, dəyərli dostlar. Oksigenlə, sonra halogenlərlə adi şəraitdə reaksiya daxil olar. Məsələn, və bir də kükürlə falanla adi şəraitdə. Ümumiyyətlə, əksər reaksiyaları adi şəraitdədir, əksər reaksiyaları. Yəni, oksigen olsun, halogen olsun. Amma bəzi reaksiyalarda deməli qızdırmaqla baş verəcək. Məsələn, kalsiumla kükürün reaksiyası bu qızdırmaqla baş verən reaksiya olacaq. Kalsium S alınacaq. Kalsiumla hidrogen reaksiyası yenə də qızdırmaqla olacaq. Kalsium hidrid alınacaq. Sonra kalsiumla karbonla kalsium karbid alınacaq. Fosforla da təbii ki, yenə də qızdırmaqla alınacaq. Kalsium 3P2 birləşməsi. Azotla da qızdıranda alınacaq. Kalsium 3N2. Amma əgər bunun mürəkkəb maddənin reaksiyasına baxsaq, mürəkkəb məsələn turşuların hamısının qızdırmadan adi şəraitdə reaksiya daxil olacaq və yaxud da su ilə adi şəraitdə reaksiya daxil olacaq. Əksər reaksiyalar deməli adi şəraitdə baş verən reaksiyalardır, amma bəs maddələrlə bu şəkildə reaksiya daxil olur. Burada bir şey diqqət edin. Dəyərli dostlar, baxın, bu kalsium karbid adlı birləşmə. Bunun biraz quruluşunu qıraqda yazıram. Kalsium, belə bir şey. Karbon, burada da 3 xət. Buradakı karbon deməli, adama elə gəlir ki, məsələn, kalsium 2 valentdir,
adam elə edir ki, karbon da bir valentliymiş ki, karbonun ayağına 2 düşür. Yox, dəyərli dostlar. Bunun quruluşu bu şəkildədir. Yəni, karbon burada 4 valentlidir. Keçirik növbəti məsələmizə. Dəyərli dostlar, bunun fiziki özəllikləri. Mürəkkəb maddələrlə, daha sonra kimyəvi xassələrini davam edək. Mürəkkəb maddələrinin deməli qarşılıqlı təsiri. Dəyərli dostlar, su ilə deməli turşularla adi şəraitdə reaksiya daxil olacaq. Kalsiumla suyun reaksiyasına alınacaq kalsium OH2 dəfə və hidrogen və bu adi şəraitdə baş verəcək. Duru sulfat isə yenə də kalsium sulfat və hidrogen. Gördüyünüz kimi adi şəraitdə yenə də reaksiya baş verir. Bu arada bu kimya xassənin davamı idi, fizik xassə deyildi. Kalsium birləşmələri alovu çərpici qırmızı rəngə boyayacaq. Daha sonra bunu tətbiq edəcək, metallurgiyada reduksiya kimi tətbiq edəcəyik. Gələk kalsium karbiddən biraz danışaq. Bayaqlar danışdığımız o möhtəşəm maddə. Bu boz rəngli bərk bir maddədir. Və burada karbon 4 valentlidir. Oksijenlər isə -1-dir. Buna xüsusən diqqət edin. Bunu necə deməli ala bilərik dəyərli dostlar? Bunu almaq üçün deməli hansı metodlarımız var? Birinci, kalsiumu karbonla birbaşa reaksiya daxil edirik. Kalsium karbid alınır və kalsium oksijen üstünə karbon gəlməklə. Bundan alınacaq deməli dəm qazı və kalsium karbid. Yəni hər iki metodla biz deməli karbid istehsal edə bilərik. Bu arada kalsium karbid su ilə parçalana bilir və yaxud da turşuların təsirindən parçalana bilir. Kalsium karbon 2. Üstünə gələn bunun HOH. Kalsium deyir ki, mənə OH-ı verin, alınır kalsium OH2 dəfə. Karbon da deyir, mənə hidrogen verin, alınır C2H2, yəni asetilen dediyimiz maddə ki, bu maddədə metalların kəsilməsi və qaynaq edilməsində istifadə olunur. Dəyərli dostlar, deməli, bəzi ustalar var ki, xüsusən maşın ustaları falan, nə edirlər bunlar? Kalsium karbid daşını götürürlər, daş parçası kimi bir şeydir. O daşı götürürlər, atırlar deməli, suyun içərisinə, o su ilə reaksiya daxil edirlər və buradan alınır deməli asetilen. Sonra bu asetilen bir belə deyək borudan çıxır, digər borudan da təmiz oksigen çıxardırlar və yandırırlar. Təmiz oksigendə yananda kalsium karbid, daha doğrusu asetilen həddən ziyada böyük bir enerji alınır ki, bundan da metalları kəsmək və qaynaq etmək üçün istifadə edirlər. Dostlar, kalsium hidroksiddən biraz danışaq. Bu adlanır sönmüş əhəng. Əhəng suyu və yaxud da əhəng suyu. Bax, bunların hamısı bu mübarəkin adıdır. Əhəng suyu nə deməkdir, dəyərli dostlar? Kalsium OH-ın şəffaf məhluludur. Ümumiyyətlə, kalsium OH-ı su ilə qarışdırırsınız, belə bir balaca bulantılı bir şey əmələ gəlir. Sonra o bulantının bir qismi çökür və tam şəffaf, üst üstə tam şəffaf olur. Buna deyilir əhəng suyu. Sonra əhəng suyun biz nədə istifadə edəcəyik? Laboratoriyada karbon qazının təyinində istifadə edəcəyik. Yəni, nə baş verir, baxın. Buna aid bu arada qəbulda belə bir sual düşmüşdü 4-cü qruplar üçün ki, biz nə edirik, baxın. Məsələn üçün, deyək ki, bizim əlimizdə var kalsium OH2. Bu elektrik cərəyanını, bunun məhlulu elektrik cərəyanını əla keçirən maddədir. Mən bura əgər karbon qazı əlavə eləsəm, nə baş verəcək? Alınacaq kalsium karbonat və alınacaq su. Yəni, əhəng suyu bulanacaq, şəffaf əhəng suyu bulanacaq. Kalsium karbonat adlı ağ çöküntü əmələ gələcək. Onda belə çıxır ki, deməli, baxın, belə bir şey baş verir. Bu maddənin elektrik keçiriciliyinin karbon qazından asılı qrafiki bu şəkildə olacaq. Karbon qazı nə qədər çox əlavə eləsək, bu maddənin elektrik keçiriciliyi başlayacaq aşağı düşməyə. Aşağı düşəcək, axırda tam sıfıra dirənəcək. Niyə? Çünki kalsium karbonat alınacaq. Kalsium karbonat bir çöküntüdür. Çöküntü öz iyonlarına parçalanmaz. Hə, iyonlarına parçalanmazsa, deməli, elektrik cərəyanını da keçirməz. Nə baş verir? Mən bura karbon qazı əlavə etməyə davam edirəm. Bu məhlulun içərisindədir. Yəni, kalsium OH2 məhluludur. Baxın, məhluldur ya bu. Onda nə baş verəcək? Alınmış bu maddə, yəni kalsium karbonat, bax, bu maddə, bu qarışım, mən bura karbon qazı əlavə edirəm. Dostlar, bu karbonat turşusu deməkdir, elə H2CO3 deməkdir. Və siz də bilirsiniz ki, turşu öz duzu ilə o halda reaksiya daxil olacaq ki, aralarında hidrogen fərqi minimum 2 olsun. Görürsünüz, burada 0 dənə hidrogen var, burada 2 dənə hidrogen var. Deməli, bu reaksiya gedəcək. Nə alınır buradan? Kalsium HCO3 və dahası. Siz başqa bir məlumatda bilirsiniz ki, əzizlərim,
bütün turş duzlar suda həll olur. Aha, bu maddə suda həll olursa, deməli o ionlarına parçalanacaq və elektrik cərəyanını keçirəcək. Onda belə çıxır ki, mən bura karbon qazı əlavə eləməyi davam eləsəm, bu sıfıra düşmüşdü axı elektrik keçiriciliyi. Təzədən qalxmağa başlayır. Çünki burada olan çöküntü tamamilə kalsium hidrokarbonata çevrilir. Deməli, baxın, bizim qrafikimizin təqribən birinci yarım hissəsi, deməli, kalsium hidroksidinin kalsium karbonata çevrilməsinə görə olduğuna görə nə oldu? Elektrik keçiriciliyi sıfıra düşdü. İkinci yarım hissəsində artıq işıqlı yol gəldi. Kalsium karbonat, kalsium hidrokarbonata çevrildi. Hansı ki, o hissə artıq elektrik cərəyanını əla keçirir deyə bilərik. Keçən növbəti məsələsi biraz gipsdən danışaq. Əgər dostlar, bu gips nədir? Kalsium deməli sulfat vurulsun 2 molekul su. Buna deyirlər təbii gips. Dahası bir də var alebastır. Buna yarı sulu və ya yandırılmış gips deyirlər. Burada gördüyünüz kimi su molekulu 1 molekul, 2 molekulu da kalsium sulfatın vurulmuşudur. Bir də var dostlar ölü gips və yaxud da susuz gips. Sadəcə kalsium sulfatdır. Normalda insanlar bəzən bəzi şeyləri yanlış bilirlər. Elə bilirlər ki, biz gedib hansısa bir inşaat malları dükanından gips alırıq. Yox, biz oradan alebastır alırıq. Və ümumiyyətlə həkimlər də alebastırı gətirirlər. Allah qorusun, hər hansı bir əlimiz, ayağımız qırılanda, gipsə salanda nə baş verir əslində orada? Alebastırı gətirirlər, su ilə qarışdırırlar. Və alebastır özünə suyu çəkir, təbii gipsə çevrilir. Təbii gips artıq su uda bilmir. Yəni, proses təqribən belə bu şəkildə olur. Qələm dəyişək. Təqribən proses bu şəkildə olacaq. Yəni, alebastır dediyimiz bu maddə hələ ki su ilə dırnaq arası dilində tam-tamına doymuyubdur. Və biz bunu su ilə başlayırıq doydurmağa. Yəni, nə edəcəklər dostlar? Biz bunu kalsium sulfat vurulsun 2 molekul su. Bu hala çevirəcəyik. Bitdi. Və bu da olur gips. Yəni, həkimlərin su ilə qarışdırdığı, sonra əlimizə yaxdığı, sonra o da quruyur, çevrilib olur gips. Həmin o maddə, baxın, bu maddə imiş. Deməli, bu gipsdir. Amma öncəliklə biz alebastır istifadə elədik. Biz nə edirik dostlar? Gipsin özündən təzədən alebastır hazırlamaq mümkündürmü dəyərlər? Mümkündür. Amma burada ehtiyatlı olmaq lazımdır. Xüsusi nəzarətlə bunu eləmək lazımdır. Zavodlar bunu necə edirlər? Təbii gipsi qismən susuzlaşdırırlar. Yəni, baxın, bu reaksiyanın əksini aparırlar. Belə deyim, bu reaksiyanın əksini aparırlar. Və reaksiyanın əksini aparanda da su çıxacaq bir qism və alınacaq gips. Belə bir şey. Gərək suyun codluğu məsələsi. Bu çox önəmli bir mövzudur və çox işləv bir mövzudur. Suyun codluğu, ümumiyyətlə codluq nədir? Suların tərkibində kalsium və maqnezium ionları var. Əgər bu ionlar sularda çoxdursa, buna cod su deyəcək. Yox, azdırsa buna yumşaq su deyəcək. Dəyərli dostlar, cod su dəhşətlər çox ərp əmələ gətirir. Və cod sunun ən böyük dezavantajlarından biri də buradakı sabun pis köpüklənir. Niyə? Çünki cod suda olan kalsium və maqnezium ionları sabunun tərkibində olan gördüyünüz bu stearin turşusunun qalığı ilə deməli həll olmayan bir birləşmə əmələ gətirir. Bu arada cod suyun tərkibində maqnezium və kalsium hidrokarbonatlar və yaxud da xloridlər və yaxud da sulfatlar olur. Deyək ki, məsələn, bax belə bir şeydir. Burada natriumla maqneziumun yerini dəyişək. Alınacaq natrium hidrokarbonat və alınacaq C17H35 COO maqnezium və dostlar, bu gördüyünüz maddə çöküntüdür. Bu da sabunun köpüklənməyinin qarşısını alır. Amma sintetik yuyucu vasitə isə burada daha biraz belə deyək, tərpənir. Qoymur ki, sabun, daha doğrusu qoymur ki, çöküntü əmələ gəlsin. Sintetik yuyucu vasitə dediyimiz, baxın, budur. Burada əgər mən, deməli, ikinci misalımızda biz kalsium götürmüşdük, fərq eləməz. Kalsiumla natriumun yerini dəyişsək nə alınacaq? C12H25 OSO3 natrium idi olur maqnezium və kalsium idi bizim misalımızda kalsium. Kalsium, baxın, bu şəkildə. Bu çöküntü deyil və natrium hidrokarbonat. Dəyərli dostlar, deməli, burada çöküntü olmadığından sintetik yuyucu vasitə, yəni bizim o bəzən rus dilində paraşok deyirlər. Bu paraşok əslində
suda deməli həll olan bir maddə əmələ gətirir. Cod suyu məyus eləyir. Cod su fikirləşir ki, hə, indi qoymayacam sən də köpüklənəsən, amma bu cod suyu məyus eləyə bilir, məğlub eləyə bilir. Belə. Bu arada bu gördüyünüz qarışım sintetik üzvü vasitədir. Keçən növbəti məsələmizə. Dostlar, codluğun iki növü var idi. Müvəqqəti və yaxud da karbonatlı. İkincisi də daimi və yaxud da qeyri-karbonatlı. Dəyərli dostlar, müvəqqəti və karbonatlıda bu duzlar var. Kalsium hidrokarbonat və maqnezium hidrokarbonat. Biz bunu ion şəklində ifadə edəcək. Kalsium, maqneziumun hidrokarbonatları deyəcəyik. Bir də var daimi codluq. Daimi codluqda kalsium sulfat və yaxud da kalsium xlorid, maqnezium sulfat və yaxud da maqnezium xlorid duzları olur. İon şəklində ifadə etsək, kalsium, maqneziumun xlorid və sulfat ionları var. İndi biz bu codluğu aradan qaldırmaq istəyirik. Codluğu aradan qaldırmaq üçün biz xüsusi tədbirlər həyata keçirəcəyik. Yəni, nə edəcəyik, dəyərli dostlar? Birinci gəlin, müvəqqəti codluğu aradan qaldıraq. Müvəqqəti codluğu aradan qaldırmaq üçün bu arada bir şey deyim sizə. Codluq nədir? Onu bir dənə tam-tamına başa düşək. Biz gedirik, bulaqdan su gətiririk. Bulağın suyuna baxırıq ki, elə qəşəkdir, elə qəşək dumduru bir sudur. Amma tökürük bunu, bizim o çay hazırladığımız o çaynik ki var. O da baxırıq ki, tərtəmizdir içərisi. Amma suyu doldururuq o deməli, qabın içərisinə. O qabı başlayırıq qaynatmağa. Qaynadandan sonra bir müddət, bir gün, 2 gün, 3 gün bir də baxırıq ki, biz bulaqdan gül kimi su gətirmişdik axı. Tam şəffaf bir su gətirmişdik. Amma bizim qabımızın içi əməlli başlı ərklə dolubdur. Bəs nə baş verir? Çünki dostlar, biz gətirdiyimiz suyun içərisində kalsium hidrokarbonat, maqnezium hidrokarbonat var idi. Hansı ki, bu duzlar suda həll olmuşdu. Biz bunları görmürdük. Onlar orada var idi, biz bunları görmürdük. Amma biz bunlara qaynadanda nə baş verdi? O ərk şəklində çökdü. Necə olur çökür? Az sonra onu inşallah sizə deyəcəm. Deməli dostlar, müvəqqəti codluğu aradan qaldırmaq üçün biz qaynatmaqdan istifadə edəcəyik və əhəng, natron və soda, bir də fosfat metodundan istifadə edəcəyik. Gəlin bunları bir-bir qeyd eləyək. Daha doğrusu, tətbiq eləyək. Deməli, birinci qaynadaq. Dostlar, karbonat, hidrokarbonatlar qızdırılanda karbonatlara çevrilir. Yəni, buradan alınacaq kalsium karbonat və karbon qazı ilə su. Bayaqları bu maddə suda həll olurdu, mən onu görə bilmirdim. Amma bu maddə suda həll olmur. Ağ ərk şəklində bizim çaydanımızın divarlarına hopur. Məhz o ərkin tərkibi bundan ibarət imiş və yaxud da maqnezium karbonatdan ibarət imiş. İndi biz deməli birinci metod olaraq qaynatdıq. Buradakı karbonatlar çökdülər. Daha suyun içərisində deməli karbonat qalmadı. Daha doğrusu kalsium ionları qalmadı. Çökdülər bunlar. Qaynanmış suda biz rahat şəkildə istifadə edə bilərik və deməli sabun burada daha rahat köpüklənə biləcək. İkinci metodumuz əhəng üsulu. Əhəng üsulunda biz nə edəcəyik? Əhəng suyundan istifadə edəcəyik. Nə baş verəcək? Baxın burada deməli OH ilə H birləşərək su əmələ gətirəcək və yerdə nə qalacaq? Kalsium karbonat qalmış olacaq. Gördüyünüz kimi kalsium karbonat yenə də çöküntü şəklində neyəcək? Çökəcək qabın dibinə. Natron metodu. Natron metodunda natron OH tətbiq eləyəcək. Dəyərli dostlar, bu açıdan maqnezium ionun çökülməsi əsasən onun üçün istifadə olunacaq. Natriumla maqneziumun yerini dəyişək. Buradan alınacaq natrium hidrokarbonat və maqnezium hidrooksid. Maqnezium hidrooksid də deməli qələvlər kimi rahat bir şəkildə suda həll olmur. Nisbətən belə deyək, rahat çöküntü verən maddədir. Yəni, yaxşı həll olmayan maddədir, belə deyim. Sonra daha sonra soda metodu. Soda dediyimiz, baxın, bu sodadan istifadə edəcək, dəyərli dostlar. Nə baş verəcək? Yəni də metalların yerini dəyişək, natriumdan kalsiumun yerini dəyişək. Alınacaq kalsium karbonat, hansı ki bu çöküntüdür və natrium hidrokarbonat. Gördüyünüz kimi yenə də kalsiumu biz çökdürə bildik. Bütün saydıqları misalların hamısında baxın, metalları biz çökdürüb bu metallardan canımızı qurtarmağa çalışırıq. Bu arada bir şey deyim, dəyərli dostlar, bütün reaksiyalar həmçinin maqnezium hidrokarbonatında keçərlidir. Bir də bir şey deyim. İndi deyəcək ki, müəllim, bu cod sudur, bunlar yəqin ki, pis sudur falandır. Yox, bu o anlama gəlmir. Yəni, suyun içərisində kalsium və maqneziumun ionlarının olması bədbəxt hadisə deyil, pis hadisə deyil. Bəlli miqdarda olması normal haldır. Əgər su tamamilə bütünlüklə əgər
içərisindəki olan minerallardan arınmış olsaydı, təmizlənmiş olsaydı, o su da dırnaq arası buna ölü su deyirdilər. O su heç orqanizm üçün xeyirli su deyil. Minerallar bizim bədənimizə eyni zamanda içdiyimiz sularla da daxil olur. Əgər suların içində minerallar yoxsa, bizim bədənimiz minerallardan, mineral yoxsulluğundan əziyyət çəkmiş olar. Yəni, bu o demək deyil, biz səhərdən Rövşən müəllim deyir ki, bunu belə təmizləyirlər, bu yəqin ki, pis şeydir, bunu təmizləyir. Yox, bu o demək deyil. Sadəcə olaraq çoxdur, onu nisbətən yumşaltmaq lazımdır. Gələk indi dostlar, daimi codluğu aradan qaldırmaq metoduna. Bunun üçün baxın, həmçinin yenə sodadan istifadə edəcəyik. Daimi codluq nə idi? Kalsiumun və maqneziumun xlorid və sulfatları idi. Nə edəcəyik? Deməli, sodanı gəldik bunun üstünə, yenə də metalların yerini dəyişək. Baxın, kalsium karbonat aldıq və natrium xlorid aldıq ki, bu çöküntüdə kalsiumdan canımızı qurtardıq. Həmçinin fosfat metodu. Natrium ortofosfat gələcək. Deməli, buradan maqneziumdan natriumun yerini dəyişək. Alınacaq natrium xlorid və maqnezium ortofosfat. Maqnezium 3, PO4, 2. Dəyərli dostlar, yadınızda qalsın ki, ortofosfatların bütün duzları çöküntüdür. Sadəcə natrium, kalium və NH4 ortofosfatlardan başqa. Bu arada bir şey deyim, dəyərli dostlar. Bu gördüyünüz ortofosfat metodu ilə həmçinin müvəqqəti codluğu aradan qaldırmaq olur. Mən şagirdlərə adətən belə bir şey deyirəm ki, müvəqqəti codluğu aradan qaldırmaq üçün bir, qaynadırlar, ikinci də əhnasofa. Belə bir metod. Əhnasofa, yəni əhəng, natron, soda və fosfat. Bu metod daimi codluğu aradan qaldırmaq üçün sadəcə sofa. Deməli, əhnasofa, sofa metodları, belə deyirəm. Yəni, belə bu şəkildə yadınızda saxlaya bilərsiniz. Daimi codluğu sofo, müvəqqəti codluğu əhnasofa. Belə yadda saxlamaq olar. Dostlar, deməli, biz tamam da indi çaynikimizi, qəşəng suyumuzu qaynadmışıq, çaynikimizə də ərp yığılıb. İndi bu ərpi necə təmizləyək? Ərpin tərkibi nə idi? Maqnezium və kalsium hidrokarbonat, daha doğrusu karbonatlardan ibarət idi. Bunun üçün sirkə əlavə olunur. Yaxşı olar ki, dostlar, essensiyadan istifadə edirsiniz. Yəni, essensiya dediyim sirkə turşusunun qatı məhluldur. Yəni, qatılığı təqribən 70%-in üstündə olan bir məhluldur. Deməli, adətən buna uksus falan da deyirlər. Deyəsən, uksus rus sözü olmalı, bilmirəm dəqiq, amma Azərbaycanda essensiyadır bu. Deməli, sirkə essensiyası, yəni balaca bir şey olur, balaca bir şüşələrdə olur, hatta bu essensiya bunu turşuzad, məsələn, deyək ki, xiyar turşusu, pomidor turşusu, belə turşular hazırlayanda böyük balona 1-2 qaşıq tökürlər, bəs edir. Yəni, birbaşa onu içmək və yaxud da nə etmək qəti şəkildə qadağandır, insanı səhətinə ağır zərbə vura bilər. Deməli, baxın, tökürük biz essensiyanı həmin o ərp olan qabın içərisinə və nə baş verəcək burada? Deməli, sirkə turşusunun bütün duzları həll ola bilir. Ona görə də deməli, biz əgər bu reaksiyanı aparsaq, nə baş verəcək? Burada deməli, hidrogenlə kalsiumun yerini dəyişək. Alınacaq CH3, COO kalsium, hansı ki, bu maddə suda həll olandır. Qəşəng suda həll olur və bir də H2CO3 alınır. Ki, bu H2CO3 də, dəyərli dostlar, rahat qala bilmir. Karbon qazına və suya parçalanır. Siz essensiyanı tökün, ərp olan qabın içərisində görəcəksiniz, orada bir qabarcıqlar əmələ gəlməyə başladı ki, bunun səbəbi orada əmələ gələn karbon qazıdır. Sonra daha maqnezium hidrokarbonatında, daha sonra maqnezium karbonatında da eyni şəkildə reaksiya daxil olur. CH3, COO 2 dəfə maqnezium və alınır H2CO3. Dediyim kimi H2CO3 də dinc dayana bilmir, parçalanır CO2 və H2O-ya. Belə bizim qabımız ərpdən azad olunur. Elhamdülillah.